Salam əziz izləyicilər, bugün mən sizlərə 11 siniflər üçün təşkil olunmuş Şehirlər Akademiya tərəfindən sınaqdan 20 nömrəli sualın izahını verəcəm. Sual fırlama cisimlərinə aiddir. Sualda deyilir ki, katetləri 9 və 12 olan düzbucaqlı üçbucağın kiçik katetin ətrafında fırlanmasından. Demək, burada əsas diqqət yetirməli olduğumuz məqam ondan ibarətdir ki, hansı katetin ətrafında fırlanırsa, o artıq bizdə hündürlük olur. Burada kiçik katet 9 olduğu üçün, dedim ki, düzbucaqlı üçbucağımız bu şəkildə idi. Və bunun kiçik kateti 9 olduğu üçün artıq 9 bizdə hündürlük olur. Böyük kateti isə bizdə radius rolunu oynayır, yəni 12 burada radiusdur. Bildiyimiz kimi, bu düzbucaqlı üçbucağın hipotenuzu 15'e bərabərdir. Elə bil ki, bizdə alınan konus üçün hündürlük 9, radiusun qiyməti 12, doğranı isə 15'e bərabərdir. İndi şərtdə deyilir ki, alınan cismin oturacağının sayəsi bildiyimiz kimi bu bir konusdur. Konusunda oturacağı dairə olduğu üçün S oturacaq bərabərdir pi r kvadratdan istifadə edilərək yazılır. Yan səthin sayəsi isə S yan səthinin sayəsi isə pi r L düsturundan istifadə edilərək yazılır. İndi hesablama aparsaq biz görərik ki, oturacağın sahəsi 144 pi'dir. Yan səthinin sahəsi isə pi vurulsun 12 vurulsun 15. Bu da 180 pi edir. Şərtdə deyilir ki, oturacağın sahəsinin yan səthin sahəsinin neçə faizi olduğunu tapın. Yəni 144 pi 180 pi'nin neçə faiz olduğunu tapmaq üçün 144'ü 180'a bölüb 100%'e vurmaq lazımdır. Burada hər bir tərəfi 18 pi'ye bölsək, burada 8, burada 10 qalacaqdır. Edəcəkdir 10'da 8 vur 100%. Bu da bizdə 80% deməkdir. Demək, düzgün sualımızın düzgün cavabı olacaqdır 80%. Bu da verilibdir D variantında. Sağ olun, növbəti videolarda görüşürüz.